İmam Rıza əleyhissalam əyləşmişdi, öz ardıcılları ilə söhbət edirdi. Buyurdu ki, sizin əməlləriniz gündəlik olaraq bizə təqdim olunur. Orada əyləşənlərdən biri təəccüb elədi. Bu hədis müxtəlif formada nəql olunur. Bəzi hədislərdə qeyd olunur ki, Abdullah ibn Əban adında bir nəfər gəldi İmam Rıza əleyhissalamın huzuruna, İmam Rızadan iltimas elədi. Buyurdu ki, mənim üçün və ailəm üçün dua eləməyi sizdən istəyirəm. İmam buyurdu ki, siz elə bilirsiniz ki, biz sizi dua eləmirik. Biz sizi hər gün dua edirik. Sizin əməlləriniz hər gün, gündüz və gecə bizə təqdim olunur, ərizə olunur və biz sizin əməllərinizə baxdıqda sizi dua edirik. Bəzi hədislərdə gəlir ki, biz sizin əməllərinizi gördükdə, o əməllərdə günah olduğunu gördükdə Allahdan o günahların bağışlanması üçün dua edirik. Abdullah ibn Əban imamın bu sözlərindən təəccüb edir ki, məgər bizim əməllərimiz hər gün sizə təqdim olunur, siz bizim əməllərimizi görürsünüz. İmam Rıza əleyhissalam Abdullahın bu təəccübünü görüb buyurdu ki, məgər Quran oxumamısınız? Məgər Quran oxumamısan? Allah Teala Quran-ı Kərimdə buyurmur ki, fəsəyərallahu amələkum və rasuluhu vəl-mü'minun. Sizin əməllərinizi Allah və onun Rəsulu və möminlər görər. İmam Rıza buyurur ki, Allahın o möminlərdən məqsədi həmən gün Həzrəti Əli ibn Əbi Talib əleyhissalam idi. Bu gündə zəmanə imamımızdır, yəni mənəm. Bunu niyə deyirəm? Ona görə deyirəm ki, imam əgər bir söz deyirsə, gərək imam ardıcılığı elə təslim olsun ki, təəccüb eləməsin.